Videomuz başladı. Yaman sesi var ha. Çexiyadan Azərbaycanlılara hamıya salam. Deməli, bugünkü gün nədən danışacağım? Keçən videoda sizə demişdim ki, bugünkü gün mən burada olan ərzaqların qiymətindən danışacağım. Və odur ki, ərzaqlar barəsində dənə-dənə deməyəcəm qiymətlərini buradan, amma şəkil vasitəsilə ekranda görəcəksiniz, burada göstərəcəm şəkillərini, bir də qiymətlərini. Deməli, belə. Burada biliyorsan bəzi meyvələri, zatları deməli qramla yazırlar qiymətlərini. 100 qramla yazırlar. Bəzi şeylərin qiymətlərini isə kiloqramla yazırlar. Niyə görə bəzilərini qramla yazırlar bilmirəm. Yəqin ki, həmən o produktları yəqin az alırlar, yəni az miqdarda aldıqlarına görə mi onu yazırlar 100 qramla, yoxsa niyə görə yazırlarsa bilmirəm. Nədən danışım? Deməli, danışım əsas məsələlərdən biri skitka məsələsi. Deməli, bunlarda skitka həqiqətən də skitka kimidir. Yəni, skitka olanda, misal üçün, gəlirsən, görürsən ki, ətin qiyməti, məsəl üçün, 20 manatdır. Həmişə gəlirsən, görürsən ki, 20 manatdır. Bir gün gəlib görürsən ki, ətin qiyməti düşüb, məsələn üçün, 15 manata. Deməli, o həqiqətən skitka da 15 manatdır. Çünki sən ola bilər ki, səhərsi gün gəlsən, ya bir gün sonra gəlsən, gəlib görəcəksən ki, ətin qiyməti yenə də olub 20 manata. Yəni, əvvəl neçə idi? Həmənki qiymətə. Tək ətdən getmir söhbətdən. Yəni, burada bütün məhsullarda çoxsunda görürsən ki, skitkalar olur və buranın cəmaatı da, gəlmələr də fərqi yoxdur. Gəlmələr, yəni, cəmaatın özü, yəni, sırf bunlardan, o skitkalardan istifadə edir. Deməli, yekə marketlərin burada aplikasiyaları var, yəni proqramları var. Onu telefonla yükləyirsən. Düzdür, mən onlardan istifadə eləmirəm, bilmirəm nəyə görə. Əslində, istifadə eləsəm mənim özümə xeyirdir. Bilmirəm nəyə görə istifadə eləmirəm. Amma istifadə eləmirəm. Amma adamlar var ki, istifadə edirlər sırf. Yəni, telefonda proqramla baxır, görür ki, falan məhsula skitka var, gedir imini həmən o dükandan alır. O skitkasına görə. Yəni, burada skitkalar belədir. Həqiqətən də düzgün işləyirlər skitkalar. Yəni, giydirmə deyil. Bizdə, məsəl üçün, skitkanı necə edirlər? Götürürlər qiymətin üstünə, 3 manatlıq şeyin üstünə qiymətini qaldırırlar, təzə kağız yapışdırırlar, qaldırırlar, yazırlar ki, məsəl üçün, 5 manat və oradan nə bir neçə faizə skitka gəldir, qiyməti düşdü 3 manat 20 köpə. Nabarad onun üstüne 20 qəpikdə tuturlar. Göyə, amma faktiki göyə indi gələn adam baxır ki, bu 5 manat idi, skitka ediblər bana. Yəni, belə gülməli bir şey. Niyə görə bizdə bu belə içində yoxdur, bu skitka məsələsi niyə işləmir bizdə? Yəni, onu bilmirəm. Qiymətlərin qalxması barəsində, qiymətlər burada da qalxır. Qiymətlər burada da stabil qalmır, qiymətlər qalxır. Əsasən bu müharibədən sonra qiymətlər yaman çox qalxdı. Benzin çox qalxıb, deməli qiyməti əvvəllər 32 kron yarım idi. İndi isə 44 krona qədər qalxmışdı. İndi yəni də təzədən düşüb qiyməti 42-50 olub. Yəni 32-50 yox, 42-50 olub. Yəni də bahadır. Ona görə qiymətlər burada da qalxır. Bu da ki, İranla Amerikanın müharibəsi ki oldu, ondan irəli gəldi və ilk öncə də Rusiya ilə Ukrayna müharibəsindən sonra qiymətlər burada kəskin qalxmağa başladı. İstəyir evlərin kirayəsi, istəyir produktlar, yəni bir çox şeylər qiymətləri qalxdı. Çox təəssüflər olsun. Qiymətlərin qalxmasına rəğmən onu deyim ki, məsəl üçün mənim işlədiyim keçən işlədiyim zavodda, fabrikdə
Orada deməli hər il yanvarın 1-dən maaşları əlavə edirlər. Maaşlar qalxır. Düz-düzü bir qalxımdır, amma yenə də saat hesablayanda görürsən ki, bir müəyyən məbləğ eləyir. Deməli, hardasa 70 qəpik, 1 saatına 70 qəpik, hardasa da təqribi deyirəm, 70 qəpik hər il bu fabrikin elə bir ki, onun öz bir politikasıdır, yoxsa nədirsə, yoxsa nə bilim, bəlkə də dövlət tərəfindən tələb olunur, qoyulan tələbdir, onu deyə bilmərəm. Amma onu bilirəm ki, hər il yanvarın 1-i maaşlar qaldırılır, hardasa saatına 70 qəpik. Yəni bizim fabrikdə belə idi. Ola bilər ki, hansısa fabrik ümumiyyətlə qaldırmır. Yəni, məsələn, indi mənim işlədiyim təzə fabrikdə şəxsən orada heç bilmirəm nə cürdür. Yəni, o barədə heç qətiyyən maraqlanmamışam. Yaşayarıq, görərik. İnşallah, təşək qismət olsun, can sağlığı olsun. İşləyək, gələn il biləcəm. Yəni, təzə il, yanvar ayında biləcəm. Ya da ümumiyyətlə ildən qabaq. Çünki bu fabrikdə hardasa 1-2 ay qabaqdan e-mail gəlirdi ki, biz maaşlar qalxacaq. Yəni, dərəcələr. Deməli, burada işdə dərəcələr olur. Kim hansı dərəcəni tutur. Adam var, 2-ci dərəcə, məsələn, süpürgəçilər, təmizlik işinə baxanlar 2-ci dərəcədir. Nə bilim, biraz ondan əl ilə işlənilən pozisiyalarda, məsəl üçün, nəsə çalışırlar, nəsə bir iş görürlər. Onlar 3-cü dərəcədir. Ged-gedə qalxır dərəcələr. O dərəcələrə görə də həmən o dediyim qiymət də, yəni maaş da qalxır. Yəni, produkt, bu günləri ərzaqlar barəsində danışmaq istəyirdim, amma yenə də mövzu gəlir, fırlanır, keçir başqa mövzulara. Siz əsasən şərhlərdə mənə yazın, sizi hansı suallar maraqlandırır. Mən də o suallara əgər cavab bilirəmsə, videolar çəkib paylaşacağım. Sizin üzərinizə düşən iş isə videonu bəyənməkdir, kanala abunə olmaqdır. Bir də ki, zınqrov düyməsində basın ki, təzə videolar çıxanda, yəni videolardan agah ola biləsiniz. Kimə də nə sual maraqlandırır Çexiya barəsində konkret olaraq mən çalışıram kommentlərdə hamıya cavab yazım və hansı suallar daha çox kommentlərdə baxıram ki, insanları çox maraqlandırır. Həmən o mövzulara uyğun da mən videolar çəkirəm. Deməli, gələn videom isə inşallah deməli olacaq nə barəsində mən sizə deyim. Gələn videom isə inşallah olacaq agentura barəsində. Agenturalarda çalışmaq sərf edir, yoxsa sərf etmir və onların müsbət və mənfi cəhətləri barəsində danışacağım. Yəni, zavodun sırf özündə, ya fabrikin sırf özündə işləməyə sərf edir, yoxsa agenturada qalıb işləməyə sərf edir. Agenturanın da müsbət və mənfi cəhətlərindən sizin üçün danışacağım və siz agah olacaqsınız ki, gələcəkdə əgər bura gəlmək istəsəniz, yəni biləsiniz ki, vəziyyət nə yerdədir. Onu da deyim ki, gözəl təbiətin qoynundayım, səhər saat neçədir? Səhər saat 8-dir, 9-u işləyib 1 dəqiqə. Bu videonu çəkirəm sizin üçün. Gözəl bir təbiətin qoynundayım. Parkdır, yəni, parkdır. Əgər sizə maraqlıdırsa, çəkim parkı da göstərim sizə, baxın. Yəni, nə üzrədir. Buranın təbiəti həqiqətən çox gözəldir. Yəni, həqiqətən də çox ürəyi açandır. Düzdür, Azərbaycanın da gözəl təbiəti var, rayonlarının gözəl təbiəti var. Mən düşünürəm ki, burada yaşıllıq daha çoxdur. Yəni, bizim misal üçün rayonlarda da yaşıllıq, amma burada elə demək olar ki, hara gedirsən, yaşıllıqdır da. Yəni, təbiətdir, çaydır, göllərdir. Amma burada dəniz yoxdur. Dəniz yox. O pisdir ki, dəniz yoxdur. Dəniz olsa deyib çimərdim. Göldə çimməyə istəmirəm, çünki göldə biraz ilgənirəm. Düzdür, böyük göldür. Yəni, böyük göl deyəndə ki, daha Xəzər dənizi kimi göl deyil. Yəni, bu başına başı görsəni. Amma ilgənirəm deyəndə gedib orada çimə bilmirəm. Amma bura cəmaatı gedir orada, məsəl üçün, bəhbəhlə çimirlər özləri üçün. Amma mən onu eləyə bilmirəm. Baxın, orada sizə göstərim, deməli, Nemeslərdən qalan 41-45-ci ildən qalan postdur. Burada belə postlar çoxdur. Baxın, dağın başında. O postdur. Bunkerdə. Bunker deyəndə ki, postu betondan hazırlanmış.
Yəni baxın, bu betondan hazırlanmış postu özü yüksəklikdədir, yəni oradan sırf aşağını nəzarətdə saxlamaq üçün. Buradan da aşağıda, indi görsənmir buradan. Buradan aşağıda çay axır. Ağaclar qarşısını alıb, yəni göstərə bilmirəm. Buradan aşağıdan çay gedir. Quşların səsləri çox gözəldir. Oxuyurlar özləri üçün, adama ləzzət edir. Səhər tezdən. Oradan da çayın sesi gəlir, yəni çay axır oradan. Bu da insanların evləridir, yəni yaşayırlar burada. Görürsünüz, təbiətin qoynunda. Orada da evlərdir, bu yaxınlaşdırım, göstərim sizə, baxın. Evlərdir. Həm yaşayır da özləri üçün, yaşayırlar, malades, halal olsun. Allah. Ne diyeyim valla, yaşayırlar özləri üçün. Evə gedəndə dedim elə kakraz girim dükana, dükandan da lazım olan şeyləri alım. Özümə də ev üçün, ərzaqlardan. Hələ onların da qiymətlərini sizə çəkib göstərəcəm. Baxarsınız qiymətlərinə, neçəyə başa gəldi, nə aldım və neçəyə başa gəldi. Onu da çəkib göstərəcəm sizə, baxarsınız inşallah. Deməli belə, bax, bunlardır, kartofdur, 2 dənə marojnadır, 1 dənə yağdır, pesokdur, 1 kiloluq smetan, 400 qramlıq duzlu xiyardır, balaca duzlu xiyarlardandır. Toyuqdur, deməli toyuğun qiyməti 75.6 krondur. Kilosu 109 krondur. İndi bunu Azərbaycan manatı ilə nə qədər deyəcəm. Deməli bu sırf toyuğun ətli yeridir. Yəni ətli yeridir, qəşəng. Sonra makarondur. Deməli bunlara vermişəm. 394 kron. Demək olar ki 400 kron. Bu üçünə isə deməli çaydır, içində 100 dənədir, paket çaydır, çörəkdir, yarım kiloluqdur. Bir də bulgur. Buna isə vermişəm 145 kron. 145 kron. Onu istədim ki, çay skitkada idi. Deməli bunun əsl qiyməti 150 krondur. Bir dənə çayın özü 150 krondur. Amma hərdən onu skitkaya qoyurlar. Skitkaya qoyduqlarına görə təsəvvür edin, indi həmən o 150 kronu mən bir dənə bulgur da almışam, çörək də almışam. Yəni skitkanın hesabına. Nəysə, buraya qədər inşallah yəni də gələn videoda görüşmək ümidi ilə sizinlə sağollaşıram. Özünüzə yaxşı baxın. Hələlik görüşənə qədər.